məşqlərindən sonra mümkün olur. Bəzən bu fəndlər o qədər effektli bir təsir bağışlayır ki, onun da çox qısa bir zamanda tətbiq olunmasının mümkünlüyünə inanırsan, amma belə deyil. Bu fəndləri tətbiq eləmək, onları həyata keçirmək üçün illərlə məşq eləmək və karatenin təkcə üzdə görünən həmin texniki fəndlərinə uymaq lazım deyil və mütəxəssislərin, senseylərin rəyinə görə bu təlim ilə məşq edənlər, məşğul olanlar ilk növbədə Kyokushinkai təliminin mahiyyətini bilməlidirlər. Bu, hər tərəfli, ahəngdar insan formalaşdıran bir təlimdir və onun adı da deyilənləri bir daha təsdiq eləyir və bu karatenin, bu döyüş təliminin mahiyyətini göstərir. Kyokushinkai, mütləq həqiqət axtarışı və bu yolda vaxtı ilə Kyokushinkai təliminin banisi Matsutasu Ayama da bildirmişdi ki, bu təlimi öyrənib başa çatdırmaq mümkün deyil. Onun imkanları nəhayətsizdir və hər dəfə öyrəndikcə yeni maddələr, yeni müddəalar ortaya çıxır və karatekçilər bütün ömür boyu bu təlimlə məşq edərək bədənlə ruhun üzvü vəhdətini yaradırlar. Nəhayət indi qalib olan olunur və 9 dəqiqə yaxın çəkən bu mübarizədə Azərbaycan idmançısı Sokrat Süleymanov qələbə qazanır. O növbəti mərhələyə çıxır. Beləliklə A qrupunda bir görüşə yekun vuruldu.